Salam, dəyərli izləyicilərim. Hər birinizi kanalımda xoş gördük. Bu videoda mən uksus istifadə etmədən xırçıltılı, suyu heç vaxt bulanmayan, illərlə hazırladığım xiyar turşusunun reseptini sizinlə paylaşıram. Öncə həyətimdən dərdiyim xiyarları axar suyun altında yaxşıca fırça ilə və ya süngərlə tərtəmiz yuyuram. Bu arada gözəl bacılarım, 1-2 saniyənizi ayırıb kanalıma abunə deyilsinizsə abunə olmağınızı, videonu bəyənməyi unutmayın. Dəstək olan hər bir kəsə çox təşəkkür edirəm. Xiyar turşularını təmiz yuduqdan sonra videoda da gördüyünüz kimi baş hissələrini çox az kəsirəm. Kəsdikdən sonra soyuq suyun içərisinə əlavə edirəm və 4-5 saat soyuq suyun içərisində gözlədirəm. Xiyarları 4-5 saat soyuq suda gözlətdikdən sonra suyunu süzüb bir dəfə də yuyuram. Sonra isə bankalara doldururam. Qeyd edim ki, mən bu dəfə kiloluq bankalarda hazırlayıram. Bankaları da qaynar suyla yaxalasanız daha yaxşı olar. Hər bankaya 2 ədəd dəfnə yarpağı əlavə edirəm. Xren yarpağı əlavə edirəm. Acı biber zövqə görə əlavə edirəm. Cəfəri əlavə etdim 1-2 sap. Siz istəsəniz kərəviz də əlavə edə bilərsiniz. Onu da deyim ki, içərisinə əlavə olunan otlar zövqə görədir. Kim hansını istəyirsə əlavə edə bilər. Xiyarları da bacardığım qədər kip şəkildə bankaya yığıram. Onu da deyim ki, xiyar seçərkən xırda, tikanlı xiyarlardan seçsəniz turşunuz daha gözəl alınar. Hər bankaya 2 diş sarımsaq da əlavə etdim. Bankaların hamısını doldurduqdan sonra hər bankaya 4-5 ədəd ətirli yumru dənəvər istiotdan əlavə edirəm. Hər bankaya bir tikə qənd əlavə edirəm. Dolu olmayan yemək qaşığı turşu duzu əlavə edirəm. Və bankaların üzərinə çaydandan qaynaya-qaynaya qaynar su əlavə edirəm. Qapaqları da əvvəlcədən qaynar suda 10-15 dəqiqə saxlamışam. Qeyd edim ki, yeni qapaqlardan istifadə etmək lazımdır. Bankaların üzərinə qapaqları yerləşdirirəm və qazanda qaynar suyun içərisinə öncə dəsmal sərirəm, sonra isə bankaları yerləşdirirəm. 3-5 dəqiqə arası qaynadıb ocaqdan götürürəm. Götürdükdən sonra üzərinə hər bankaya çay qaşığının ucunda limon duzu əlavə edib sıx şəkildə bankaların qapaqlarını bağlayıram və üz aşağı çevirib soyuyana qədər üzərini isti bir dəsmalla, adyalla örtüb soyuyana qədər gözlədirəm. Soyduqdan sonra artıq
qış tədarükləri saxlanan yerdə saxlayıram. Gördüyünüz kimi rəngi də, özü də çox gözəl xiyar turşuları alınır. Mütləq bu üsulla hazırlayın. İnanıram ki, siz də çox bəyənəcəksiniz. Əziz izləyicilərim, sonradan yadıma düşdü. Əsas vacib otlardan birini mən əlavə etməyi unutmuşam. Sizcə bu hansıdır? Rəylərdə yazsanız çox sevinərəm. Hazırlayan hər kəsə nuş olsun. Videonu bəyəndinizsə, xoşunuza gəldisə, bəyənməyi, kanala abunə deyilsinizsə, abunə olmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun. Gələn videolarda görüşmək ümidi ilə.